Güvenirim Allah ile şeytanirracimden. Bismillahirrahmanirrahim. Hamd Allah içindir, Rabbidir alemlerin. Hayır akıbet Allah'tan korkanlar içindir. Allah'ın sülhü, emnamanlığı, rahmet ve bereketi olsun üzerinde. Allah'a iman getirip emellerini ıslah eden, birbirinin hakkıyla, birbirini sabırla tövsiye eden bendelerinin. Allah'ın laneti var üzerinde o keslerin ki Allah'a inanan keslere karşı hak dinde, hak yolda edavet ve düşmançılıktadirler. Bugünden kıyametin gününe kadar ve sonradan. Rabbim olan Allah, aç, genişlik ver yüreğime. Rabbim asanlık ver işime. Rabbim götür dilimden düğünü, anlasınlar sözlerimi, danışığımı doğru düzgün. Rabbim möhkemlendir arkamı, gücümü, İbrahim oğullarından olan kardeşlerimi. Bir daha senin isminle başlayıram. Aziz, hörmətli dinləyicilər, aziz, hörmətli İbrahim oğullarında olan kardeşlerim, sizleri bir daha bir yayın vasıtasıyla buradan salamlayıram. Sizlere sülh, emnamanlıq, rəhmət, bərəkət diləyirəm Rabbimdən. Rabbimdən diləyirəm ki, Rabbim bizlerin hakkı eşiden kulaklarımızı daha da açsın. Hakkı anlayan kalplerimizden mührünü götürsün. Gözlerimizden perdeni kaldırsın. Bizlere hakkı söyleyen, Allah'ı yad eden bir dil nasip etsin. Bizleri öz razı kaldığı salih bendelerinin zercesine kavuştursun. Allah'a sonsuz şükürler olsun ki Allah artık 30. gündür, 30 gün dedi ki İbrahim oğullarına bir imkan yarattı, bir şerait verdi, şans verdi ki Allah'ın bizim için nasip öğrettiğini bu Kur'an'dan, bu hikmetten, bu vehlerden açılıp öğretilenleri bizleri dinleyenler için yani bölüşmek imkanı verdi. Bizlere bir daha Rabbimizi yad etmek, bir daha Rabbimize bize ata ettiği bu nimetlere göre, bu rahmete göre, bu sonsuz kıymeti yani olmayan bu nimetine göre Allah'ı yad edip onun şükrünü, zikrini, minnettarlığını yerine getirme imkanı verdi. Ve bugün de biz İbrahim oğulları Allah'ın bizden razı kalması için Sutka'da 24 saat ərzində dayanmadan Allah'ın Kur'an'ını, Allah'ın bizlere olan bu büyük nimetini bu yayın vasıtasıyla yad edir, kıraat edir, tilavat edir. Ve her bir kez özü için Allah ona öz ilmine, öz kuvvetine göre ata ettiği o hikmetten, o ilmden sizlerle bölüşür. Allah bütün İbrahim oğullarına, bu işte çalışan, bu hayırlı işte kabağa düşen tüm kardeşlerime yardımcı olmasını dileyirəm. Onların dilini daima bu Kur'an'ın zikriyle, Kur'an'ın ayetleriyle revan etmesini dileyirəm. Allah bize kömək olsun ki bizler şeytanın xətasından, məkrindən, hiləsindən, vəsvəsəsindən uzaq olaq. Bizleri bu işte küfre, təkəbbürlüyə, xətaya yönəltməsin. İnşallah indi de mən isterdim ki Kur'an'ın
Yani kaldığımız yerden qiraətine 134. ayəsindən devam edim. Allah'ın izniyle Bəqərə surəsinin 134. ayəsindən önce dua edək Rabbimizdən ki, Rabbimiz sənin isminlə, sənin izninlə, sənin yardımınla başlıyor. Bu mübarək Kur'an'ın çevirməsinin qiraətinə bərəkətli et və qəbul et bizdən niyyətimizi və elmimizi artır. Vasitə axtarırıq üzərinə səni özümüzə arxa vəkil bilib sənə təvəkkül etməyə. Dilimizi daima sənin zikrinlə, sənin şükrünlə rəvan et. At qəlbimizə o şeyləri ki, ahirətin günündə bizə nicat verər cəhənnəm əzabından. Bağışla, rəhm et, sən rəhm edənlərin ən yaxşısın. Qəlbimizdən kini, küdrəti, paxıllığı, təkəbbürlüyü, sənin xoşuna gəlməyən şeylər silib atmaqda bizə kömək et. Nəfsimizi, ruhumuzu, canımızı, əqrimizə tabi etməkdə bizlərə yardım et. Və ən gözəl nemətinə sənin yolunda ölüm şəhadət müqamına yetişməkdə bizə yardım et. Rəbbimiz bizlərə bu dünyadan sənə təslim olmadan vəfat bağışlama. Bir daha sənin isminlə, Bismillahın Rəhmanın Rəhimin. Bəqərə surəsi 134. ayə. Bu ümmət əlbəttə xalidir. Onun üçündür nə kəsb edib və sizin üçündür nə kəsb edibsiniz və sual olunmazsınız onların etdikləri əməllərdən. Bəli, Allah burada bu ümmət dedikdə həm bizim üçün bu günləri, bu anda onun mənası budur, izahı budur ki, həm Allah bundan öncə ayələrdə İbrahim əleyhissalamın, Yaqub əleyhissalamın öz övladlarına olan vəsiyyətindən, Yaqub əleyhissalamın öz oğullarına olan tövsiyəsindən ki, nəyə ibadət edəcəksiniz? Yəni, hansı dində olacaqsınız? Hansı yolu tutub gedəcəksiniz? Yəni, İbrahim əleyhissalamın, Yaqub əleyhissalamın ki, öz övladlarına olan tövsiyəsindən Allah bizim üçün hekayət edirdi. Həm bunda, həm də bu günləri ki, insanlar yanlışlığa uğrayaraq, batilə uğrayaraq, Allah üzərinə iftira, böhtan sözlər deyərək, Allah'ın demədiyini söyləyərək, Allah adına iftira, yazılar, hədislər, nağıllar toplayıb, insanların hidayəti üçün, hidayəti məqsədi ilə ki, insanlara təbliğ edirlər, insanlara təlqin edirlər. Yəni 100 illər, 1000 illər daha öncə olan hadisələr haqqında sanki yanlarındaymış kimi, onların əməllərinə şahid kimiymiş danışaraq dəqiqliyinə zəmanət veririk. Özləri də buna inanaraq, yəni belə kəslərə Allah bu ümmətlərin, bu cəmaatın xali olduğunu, yəni bu ümmətlərin artıq keçib getdiyini, uzaq olduğunu bizdən söylüyor. Və söylüyor ki, onun üçündür, o ümmət üçündür, onlar üçündür nə etdik varsa, nə kəsb ediblərsə. Və bu günlərdə sizin üçündür kəsb etdikləriniz. Və siz onların əməllərinə görə sual olunmazsınız. Bəli, bizlərə Allah bu Qurandan o rəsulların, Allah yolunda inanan, Allah yolunda nəfsi ilə, malı ilə çalışan kəslərin və bu yolda bu inananlara qarşı, bu Allahın rəsullarına, nəbilərinə, seçilmişlərinə qarşı çıxıb onlara inkar edən, onları təksib edən, onların bəzisini qətlə yetirib, bəzisini yalancı sayan kəslər, o kafirlər, o müşriklər, o zalimlər haqqında bu Quranda bizlərə söylüyor, bizlərə hekayət edir.
Ve Allah bizlere bu hikayette məqsədi bizim bu hikayetlerden doğru düzgün netice çıkartmamızdır. Doğru düzgün ibret alıp bizler o əməlləri ki Allah beğenmir, Allah'ın qəzəbinə səbəb olur, o əməllərdən uzaq olup yalnız Allah'ın razı kaldığı, Allah'ın beğendiği əməlləri etmeye çalışmalıyıq. Yani məqsəd bu hikayeleri söylemekte bundan ibarettir. Ona göre de Allah söylüyor, bugün onlardan ötürü mübahisə etmeyin, onlardan ötürü ihtilafa, parçalanmaya getmeyin. Her kim neyniyibsə bizden önce gelip giden onun özüne aittir. Özü cevap verecek Allah karşısında. Biz de öz kəsb ettiğimize göre, öz kazandığımıza, öz elde ettiğimize göre bu günleri o əməllərə göre Allah'a cevap vereceğiz. Bəli, ona göre de Allah buyurur ki siz onların ettiği əməllər barədə sual olunmazsınız. Kimse kimseden sual olunmayacak. Herkes öz əməlinə göre, öz kəsb ettiğine göre sual olunacak. Ve dediler, olun hidayetli yahut nesrani, hidayet olunasınız. De bəli, Hanif İbrahim milleti olmadı müşriklerden. Allah'a sonsuz şükürler olsun ki Allah bizleri de bu milletten olmağı nasip etti. Bu hak Hanif dine itaat edip bu hak Hanif dinin ardınca gidenlerden, bu Hanif dine tabi olan kəslərin ardıcılarından olmağı bizlere bu zamanede, bu dövrde nasip etti. Allah bizleri Allah'tan acizane yalvarıp dilediğimiz her ibadetimizde, her secde rükümüzde, her Allah karşısında durduğumuzda ki Rabbimizden hidayet etmesini bizi dileyirik. Rabbimiz de bizim o dualarımızın cevabı olarak bizleri bu yola hidayet etti. Allah bizleri öz Hanif dini için seçti. Bizlere bu Kur'an'ı nasip etti. Bizleri bu Kur'an'a varis etti. Bizler de çalışırıq daima Allah'ın bu hayırlı işinde qabağa düşenlerden olaq. Çalışırıq ki Allah'ın razı kaldığı salih bəndələrindən olaq. Çalışırıq həqiqi Allah'a inanıp əməllərini islah edən, bir-birini haqq ilə, bir-birini səbirlə tövsiyə edən bəndələrindən olaq. Bəli, bu ayədə 135-ci ayədə qiraət etdikdə, oxuduqda görürük ki necə də bugünkü günlə ayaqlaşır. Bugünkü insanların düşüncəsi, zənni, gümanı ilə uyğun gəlir. Amma şübhə yoxdur, çünki Qur'an həmişə cavandır. Hər bir zamana, hər bir dövrə, hər bir ana, hətta Qur'an zamandan bir addım irəlidedir desək, səhv etmərik. Çünki bu günləri də Allah'ın dinini bölüp mezheplere, tarikatlara, firqələrə ayrılan, her bir mezhebin, tarikatın da nümayəndəsi özünü öz mezhebində, tarikatında haq sayaraq, haqlı bilərək, o dinə fərəhlə qulluq edərək, insanları da o dinə, öz getdiyi mezhebə, tarikata, o yola dəvət edir. Ve hidayet olunanlar buyurur Allah burada ve nesraniler. Eğer bu günleri
hidayet olunan ve Nesrani dedikdə, yani ilk olarak dünyada bu Yahudiler, bu xaçpərəstlər ki başa düşülür. Bəli, bu günləri müsəlmanlar arasında da Allah'ın dinini bölüb iki böyük məzhəbə, təriqətə çevirənlər var ki, Sünni və Şiə təriqət edir, ən böyük məzhəb təriqətlər ki, onların da nümayəndələri insanları hidayətə dəvət edərək, güya öz yollarına dəvət edərək, kiminsə Şiə olmasını, kiminsə Sünni olmasını hidayət tapan kəslərdən olmaq kimi insanlara təbliğ edirlər. Çünki Sünni öz yoluna dəvət edir, insanları doğru yol olduğunu iddia ederek, insanların hidayət olunmasını güya Sünni olmakla, yaxud Şiə olmakla hidayəti tapan kəslərdən olmasını iddia edir bu insanlar. Eləcə də bu ayədə olduğu kimi o hidayətlilər, o Nəsranilər də eyni ilə o sözləri söyləyirdilər. Bu günlərdə söyləməkdədirlər. Çünki hər bir təriqət, hər bir məzhəb özünü haqq bilir, doğru bilir. Allah ise bize söylüyor, biz İbrahim oğullarına söylüyor. Bu insanların cevabında ki de, bəli, milleti İbrahim, yani İbrahim, Hanif İbrahim milleti. Çünkü olmadı o müşriklerden. Bu dini Allah beyanıb seçir bizim için. Bu dini Allah doğru düzgün olarak buyurur, hak olarak buyurur bizlere, tövsiye edir, emredir bu dine itaat etmeyi. Allah bu dinden üç çevirenleri səfi adlandırır. Bu yolu gedenlerden üç çevirenleri, bu yola rəğbətsiz olanları səfi adlandırır. 3. Sürenin 130. ayəsində. 2. Sürenin Bəqərə Süresinin 130. ayəsində. Hansı ki biz qiraat etdik. 3. Sürenin 95. ayəsində Allah doğru buyurur. Sadik olan Allah. Deyir ki de, Allah doğru buyurur. Allah sadiktir. Öz sözündə, öz işində. Tabi olun İbrahim milletine. Hanif İbrahim milletine. Çünkü Allah'a şərik koşanlardan değildi. Allah 4. Sürenin 125. ayəsində buyurur ki, kimin dini güzeldir, yaxşı ola bilər o kəsin dinindən ki, vəçini Allah'a təslim edə, yaxşılısa əməl sahibi ola və tabi ola Hanif İbrahim milletine. Çünkü Allah İbrahim'i, həqiqətən Allah İbrahim'i xəlil götürdü, özünə dost götürdü. Ve 6. Sürenin 161. ayəsində Allah buyurur ki, de, yani bizlərə bu Kur'an'ı okuyan, bu millete tabi olan, Allah'ın kelamlarını şüphe etmeyerek, Allah'ın kelamlarını hak olarak kabul eden, Allah'ın doğru söyleyen, sadık olan, kabul eden insanlar ki var, bu Kur'an'a inanır, bu Kur'an'la yol tutup gelir ve İbrahim'in milletinden tabi olur. Bu keslere Allah buyurur, söyleyin insanlara ki de, Rabbim məni doğru yola, kıymetli dine Hanif İbrahim milletine yöneltti. Çünkü Allah'a şərik koşanlardan değildir. Bəli, bu sözü Muhammed Aleyhisselam, Allah'ın salamı olsun, yani Kur'an nazil olan ilk defa, əsrlər bundan önce Muhammed Aleyhisselam söylemiş insanlara. İnsanları İbrahim milletine tabi olmağa davet etmiş. Bu sözü ondan önce İsa Aleyhisselam ve İsa Aleyhisselam'la onlar arasında olan
İsa Aleyhisselam'la onlar arasında olan o Resullar, Nebiler söylemişler. Ve o sözü İsa Aleyhisselam'dan önce Musa Aleyhisselam ve bunlar arasında, bu ikisi arasında olan Resullar, Nebiler Allah tarafından gönderilen elçiler söylemişler. İnsanları İbrahim'in milletine, Hanif dine tabi olmaya davet etmişler. Bu sözü Nuh Aleyhisselam'dan üzü berib, yani Muhammed Aleyhisselam'a kimi bütün o seçilmişler, o Resullar, Allah'ın nimet verdiği kesler bunu söylemiş, insanları bu dine, bu Hanif dine tabi olmaya davet etmişler. Ancak insanlar Allah'ın dininde tefrikalar yaratmış, firqalar, mezhepler, tarikatlar ortalığa çıkartmış, ihtilaflar etmiş, özlerinden dinler, özlerinden Allah'ın kitabından, Allah'ın kelamlarından gayri kelamlar, kitaplar, eserler vücuda ortalığa mevcut etmiş, ortalığa çıkartmış. Buna göre de hemen o yazılar, o kitaplar bu insanları zelalete, azgınlığa aparır. Bu insanlar bu kitaplara, bu yazılara itaat etmekle kimisi Yahudi, kimisi Nesrani, kimisi Sünni, kimisi Şia yaxud müxtəlif mezhepler, tarikatlar nümayəndələri olurlar. Her bir tarikatın, her bir mezhebin öz başçısı, öz kitabı, öz yol göstereni var. Hansı ki heç biri Allah'ın dediği yola, Allah'ın koyduğu o Hanif dine, o Hanif millete taraf insanları hidayet etmiş, yöneltmiş. Ona göre de Allah bu günleri biz İbrahim oğullarını kaldırıp ki bu günleri bu Kur'an'da deyin sözleri bizler için, yani bu günler bizlere aittir ve bizler Allah'ın bu emrine itaat ederek bugün bizler diyoruz. Bugün bizler söylüyoruz hakkı. Bugün bizler Allah'ın bu Kur'an'dan açıp öğrettiği o küçük bir derste, Allah'ın nimet verdiği, büyük bir nimet verdiği bu küçük bir derste Allah'ın dini için çalışır. Məqsədi, məramı, vəzifəsi Allah'ın dininin təbliği, insanların bu tarikatlardan, mezheplerden uzaklaşıp Allah'a qayıtması, Allah'ın yani hak buyurduğu bu Hanif İbrahim milletine itaat etmesinden ibarettir. Ona göre de sonsuz Allah'a şükürler olsun. İndi ne kadar buna nail oluruz, nail olmuruz. Buna inşallah Allah özü bizlere gösterecek. Allah özü bu əməlimizin əvəzində əcrimizi, mükafatımızı inşallah özü verəcəkdir. 136. ayə. Deyin, biz inandık Allah ile ve üzerimize nazil olana üzerine İbrahim'in ve İsmail'in ve İshak'ın ve Yakub'un ve davamçılarının ve ata olunana Musa'ya ve İsa'ya ve ata olunana nebilere Rablerinden fark koymuruk arasında onlardan birine ve biz onun için teslim olanlarız. Yani Allah bize değil, biz İbrahim oğullarına değil ki söyleyin insanlara ki biz Allah'a inanırız, Allah ile inanırız. Biz bizim üzerimize bu mübarek Kur'an'dan nazil olanlarla inanırız. İbrahim Aleyhisselam'ın, İsmail Aleyhisselam'ın, İshak'ın, Yakub'un, onların davamçılarının üzerine nazil olanla inanırız. Musa'ya, İsa'ya
ve nebilere, Rableri tarafından ata olunanlara inanırıq. Ve onların arasında hiçbir fark koymuruq. Biz yalnız ona teslim oluruq. Bu günləri bəli, bayaq söyledim. De, Kur'an'da kul yani. Yaxud kulu burada deyir, kulu deyin. Sözləri ki, söyleyin, deyin. Kitabını Allah bizlere yöneldir. Bugün elinde Kur'an olan kesler demelidir. Bugün İbrahim milletine, Hanif İbrahim milletine tabi olan kesler demelidir. Yani onların hakkıdır bu. Bugün bu sözü ne Yahudi, ne Nasrani, ne Sünnisi, ne Şiası diyebilmez. Buna hakkı yoktur. Çünkü onların hakikaten de hak olarak Allah ile inanmaları yoktur. Çünkü onların hakikaten de Kur'an'a nazil olanla inanmaları yoktur. Onların İbrahim'in, İsmail'in, İshak'ın, Yakub'un o davamçılarının, Musa'ya, İsa'ya verilenlere, Nebilere verilenlere inanmaları yoktur. Hakiki inanmaları yoktur. Eğer onlar doğrudan da eğer bütün bu seçilmişlerin Kur'an'da adları giden Allah'ın nimet ettiği bu keslere, bu nebilere verilen, Rableri tarafından verilenlere doğrudan da inanmaları varsa onlar hiçbir vakit bu Resullar arasında fark koymazdılar. Ancak biz görürük Museviler, yani Yahudiler, Musa Aleyhisselam'ı, Üzeyir Aleyhisselam'ı ucaldır. Hatta Üzeyir Aleyhisselam'ı Allah'ın oğlu seviyesine kaldırır. O Musa Aleyhisselam'ı, Harun Aleyhisselam'ı yerde kalan Resullardan üstün hesap edirler. Farklandırırlar. Elce de Haçperestler, Nesraniler İsa Aleyhisselam'ı Rab məqamında, Allah'ın oğlu məqamında Allah'a şərik koşarak hem anasını hem İsa Aleyhisselam'ı üçlük karar verirler. Bununla da hem Müslümanlardan hem de Yahudilerde kabul ettikleri o Resullardan Allah'ın seçtiği seçilmişlerini birbirinden farklandırırlar. Eləcə de Müslümanlar Muhammed Aleyhisselam'ı necə bu Resullardan farklandırdığını biz şahid oluruz. Necə üstün tuttuklarının biz şahidi oluruz. Aslında bunlar her biri özü için ferdi olarak Resul götürerek, Resul seçerek, Allah'ın seçilmişliğine özü için peygamber karar vererek, yani onları birbirinden, diğer Resulları birbirinden farklandırırlar. Hem ister onlara müracaat bakımından, hem onları özleri birini diğerinden faziletli üstün ederek, yani fazilet vermek, ucaltmak derecelerle Allah'a məxsustur. Yani bunlar özlerini Allah'ın yerinde, Allah'ın məqamında görüp her biri öz peygamberini diğer peygamberden, Allah'ın seçilmişinden üstün sayır, üstün tutur. Yegane dünyada ümmettir. Yegane vahid bir birliktir ki İbrahim oğulları bu zamanında, bu devirde hiçbir Allah Resulları arasında fark koymuş. Çünkü İbrahim oğulları Kur'an'ı Allah'ın izniyle ayelerinden aldıkları ilm sayesinde bilirler ki Allah Resulları arasında fark koyan kafirlerdir, müşriklerdir, Allah'ın düşmanlarıdır. Allah'ın Resulları arasında hiç kimse fark koyabilmez. Hiç kimsenin buna hakkı yoktur.
hansısa Resulü, elçini qəbul edim, hansısa Resulü, hansısa nəbini inkar edim, qəbul etmeyim. Dildə bəli, hamısı bunların, yəni bu seçilmişlərin Allahın seçilmişləri olduğunu, Resulləri olduğunu söyləyirlər. Ancaq əməldə öz Resullarını, öz Peyğəmbərlərini tərifləməklə, uzatmaqla o fərqi hiss edirsən, fərqi aşkar görürsən. Belə olmasaydı, Yahudilər Musəvi dini yaratmazdılar. Belə olmasaydı, İsabilər, yəni xəstpərəslər, Nəsranilər İsavi dini yaratmazdı. Və müsəlmanlar da Muhammedin dinini, Allah'ın salamı olsun. Bu günləri müsəlmanlar insanları Muhammedin ümmetindən olmağa, Muhammedin dininə dəvət edirlər. Halbuki Muhammed Aleyhisselam özü insanları İbrahim milletine, Hanif İbrahim milletine itaat etmeye davet etmiştir. Çünkü bu Kur'anlar ona nazil olup ilk evvel. Çünkü bu ayetler, bu hükümler ilk olarak, ilk teslim olan olarak onun tarafından bu əməllər həyata keçirilir. Bu ayələr təbliğ olunur, bu risalət təbliğ olunur. İnsanlara həqiqəti, haqqı ilk olaraq söyləmək, yəni öz zamanəsində, dövründə, yəni Quranın ayətlərini Muhammed Aleyhisselama nasib olur. Muhammed Aleyhisselam o zülmətdə, o zəlalətdə olan insanları Allah'ın izniyle zulmətdən nura çıxardı. Bu Quranla ilk olarak. Necə ola bilərdi ki, Muhammed Aleyhisselam dediklərinin əksinə olaraq İbrahim milletine yok, insanları sonradan öz dinini, yani Muhammed'in dinini, Allah'a salam olsun, yaratmağa dəvət etsin. İnsanlara tövsiyə etsin, insanlara məsləhət bilsin ki, İbrahimin dinini tərk edin, Muhammed'in dinini yaradın. Yani bu insanların zənnidir, gümanıdır. Bu insanların o Allah'ın seçilmişinin adına iftirası, böhtanıdır. Ahiretin günündə, o məhkəmə günündə, o məhşər günündə Muhammed Aleyhisselam bu insanların iftirasından, böhtanından uzaq olacaq. Bu insanlardan hansı ki bu günləri özlərini Muhammed ümməti hesab edirlər. Bu insanlar ki özlərini Peyğəmbəri olaraq Muhammed Aleyhisselam'ı qəbul edirlər. Özləri isə təriqətlərdə, məzhəblərdə bir-birini məhv edirlər, qırırlar. Allah'ın Quranından uzaqdırlar. Əllərində Allah'tan başqalarının kitabları, yazıları, fitvaları var, risalələri var. Yani bu insanlardan Muhammed Aleyhisselam üç çevirer, uzaklaşar. Çünkü Muhammed Aleyhisselam şahit olacak o kavme, o cemaate ki ne kadar ki diriydi o insanlar arasında öz dilinde danışırdı. O insanların əməlinə şahidiydi. O insanlara hakkı söylüyordu. İmkan var idi yani ona. Bu insanlar için Muhammed Aleyhisselam rəhmət olarak gönderilmişti. Bu insanlar için zülmətdən nura çıxmaq üçün bir vasitə olaraq göndərilmişdi. Öyle ki hayatını başa vurdu, ömrünü başa vurdu. Allah ona vəfat bağışladı. Yerde kalan insanlara Allah özü şahit oldu. Artık bu insanların əməlinə şahit Muhammed Aleyhisselam yok. Bu dövrdə, bu zamanədə bizlər, biz İbrahimə olaraq gələcəyik. Bu Quranla
Kur'an'dan söylediklerimizle, bu Kur'an'dan aldığımız cevaplarla hem özümüz hem de bu insanlar Allah karşısında cevap vereceğiz. Bu Kur'an ağıl sahipleri içindir. Ağılla düşünen, idrak eden, şuur sahibi, ağıl sahibi. Allah'ın hak yolunu kör-körane gözü bağlı gitmek mümkün değil. Allah'ın yolunu Kur'an'ı bilmeden, Kur'an ilmi olmadan gitmek mümkün değil. Bugün insanların ekseriyeti, Kur'an ehli hesap eden kəslərin ekseriyeti, yani Müslümanlar Kur'an'dan habersizdir. Özləri de dilleriyle söylüyor bunu, ağızlarıyla təsdiqləyirlər. Necə ola bilər ki, sənin elmin yoxdur, ancaq sən haqq barədə mücadilə edirsən. Haqqı söyləyənləri, haqqa tərəf dəvət edənləri təksib edirsən, təhqir edirsən, böhtan edirsən. Cahillərdən, nadanlardan olursan. Bugün Allah yolunu getmək üçün hər bir inananın başlıca vəzifəsi Allah'tan elm almaq. Kur'an'ı öyrənmək yaxşı. Layiqincə, haqq olaraq Kur'an oxumaq, Kur'an tilavat etmək. Və oxuyaraq aldığı elm müqabilində də əməl etmək. İnanıb əməlini islah edən, haqq ilə, səbirlə tövsiyə edən bəndələrdən olmaqdır. Yoxsa kör-körənə hamı gedir, mən də gedirəm. Ahiretin günündə hər bir kəs özünə görə Allah qarşısında cavab verəcək. O gün zəiflər, o gün kör-körənə üz tutub gedənlər, o dinlərdə, o məzhəblərdə, o böyüklərinə lənət yağdıracaq. O imamlarına, o başçılarına, o seyidlərinə. Çünki bunu biz Kur'an'dan da görürük. Səhv etmirəmsə 30-cu surənin axırlarındadır ki, söylüyor ki, kaş ki biz Allah'a və Resulullah itaat edəydik. Biz itaat etdik öz başçılarımıza, öz seyidlərimizə, öz ağalarımıza. Yani həmin gün artıq onlar azğın olduqlarını, zəlalətdə olduqlarını anlayacaqlar. O gün artıq gecdir, o gün artıq heç bir kəsə möhlət yoxdur ki, əməlini islah etsin, etdiyi o pis əməllərdən qayıtsın. Ona görə də Allah bu günləri ağıl sahibləri üçün bu Kur'an'ı nazil edib. Ki biz hər bir ayəni oxuyaq, yaxşı-yaxşı düşünək. Düşünək, görək, bu Allah'ın burada söylediği deyin, de. Bu sözləri deməyə, bu ayəni söyləməyə bugün mənim haqqım çatırmı, yoxsa çatmırmı? Mən bugün şia olum, Allah'ın dinini bölənlərdən, Allah'ın yaxud sünni, vahabi, sələfi, müxtəlif təriqət məzhəblərdə, istər yahudisi, istər nəsranisi, yani Allah'ın dinindən uzaq başqa bir məzhəbdə, təriqətdə olum, mən necə deyə bilərəm ki, mən inanıram Allah ilə və mənə Kur'an'dan nazil olana. İbrahimə, İsmailə, İshaqa, Yaquba, onların davamçılarına nazil olana. Musa'ya, İsa'ya, Allah'ın salam olsun onların üzərində hamısına. Bütün Allah'ın nəbilərinə, Rəblərindən əta olana inanıram, mən necə deyə bilərəm? Mən necə deyə bilərəm ki, mən bu Allah'ın Resulü arasında fərq qoymuram. Mən yalnız Allah'a təsliməm. Bu məzhəbdə, təriqətdə olanlar Allah'a deyil, Allah'tan başqalarına təslim olduqlarına görə o yollara hidayət olunur, o yollarla üz tutub gedirlər. O yollarda çalışırlar, o din, o məzhəblərin, o təriqətlərin uğrunda mübarizə aparırlar. Hətta bir-birini məhv edirlər, qırırlar fiziki olaraq. Yəni bu da bütün dünyada hamımız tərəfindən şahid olunur, yəni müşahidə olunur.
Hamımız buna şahit oluruz. Yani hər bir kəs Quranın ayəsində özünü görə bilməlidir. Hər bir kəs çalışmalıdır ki, Quranın ayəsində özünü görsün. Əgər Allah'ın bəyənmədiyi, Allah'ın xoşuna gəlməyən küfr əməl, şirk əməl edirsə, o əməlini islah etsin, o əməlini düzəltsin. Çünki Allah öz nəfsini qınayan, öz nəfsini töhmətləndirən kəsi üstün sayır. O kəsə üstünlük verir. O kəsin Allah yanında hörməti var, ehtiramı var. Ki ilk növbədə o insan özünü, öz nəfsini, öz günahlandırır, töhmətləndirir. Buna görə də hər birimiz daima çalışmalıyıq Quranla özümüzü islah edək. Qurandan başqa ikinci bir kitab yoxdur ki, bizi islah etsin, bizləri həqiqi Allah'a inanan, Allah'tan qorxan, Allah'a təslim olan bir Allah bəndəsi etsin. Biz yalnız bununla, bu Quran ayələri üzərində o bəndəni, Allah'a inanan, əməlini islah edən, Allah'tan qorxan, Allah'a təslim olan, müti, itaətkar olan bir bəndəni yalnız bu Quranla formalaşdırmaq, bu Quranla yaratmaq mümkündür. 137. ayə. Və əgər inansalar misliyle sizin inandığınızın fəqət hidayət olunarlar. Əgər dönərlərsə həqiqətən onlar şəqqalanma içərisindədirlər. Allah hidayət edəcək. Allah kifayət edəcək sənə onlardan. O səmidir, alimdir. Bəli, Allah buyurur ki, əgər inansalar misliyle sizin inandığınızın fəqət hidayət olunmuş olarlar. Biz bu günləri gəlin görək, bu siz deyir. Allah burada siz diye müraciət edir. O siz yerine, o siz deyən kəslərə, biz Yahudiləri, xaçpərəsləri yaxud da müsəlman cəmaatından olan sünni, şiə məzhəbində olan kəsləri aid edə bilərikmi? Ki Allah desin ki, sizin kimi, yəni siz Yahudilər kimi, yaxud siz Nəsranilər kimi, yaxud siz sünnilər, siz şiələr kimi əgər insanlar da inansa hidayət olunmuş olarlar. Ancaq bizim haqqımız var bu günləri deyək ki, bəli bu siz İbrahim oğullarıdır. Hənif İbrahim millətinə tabi olan kəslərdir. Çünki bunu Allah gördük. Bundan öncə buyurdu Allah ki 135-ci ayədə ki de, bəli milləti İbrahim hənifdir, olmadı müşriklərdən. Yəni 135-ci ayədə əvvəldə ki deyilir, hidayət olunanlar, nəsranilər deyirlər ki olun hidayət olunan, yaxud nəsranilər deyirlər ki olun nəsranilər, yəni xaçpərəslər, hidayət olmuş olasınız, hidayət tapasınız. Allah da deyir ki, bəli hənif İbrahim millətidir, olmadığı müşriklərdir. Yəni bununla, bu düsturdur, bu qanundur, Allah'ın qanunudur. Bunda bir ixtilaf, bunda bir əyələşiklik yoxdur. Bu danılmaz faktdır. Ki bu günləri gərək hər birimiz gəlin bu Quranla qoyağın özümüzü bu ayələrdə yerinə. Bununla da özümüzü sübut edəyin ki görək kimdir Allah'a təslim olan, kimdir Allah'ın dedikləri ilə gedən, kimdir Allah'ın söylədikləri ilə hidayət olunan və kimin dinidir o din ki Allah o dini bəyənir, o dini seçir. Yəni burada siz, yenə də söylüyorum,
Buyurur ki sizin mislinizle, yani inandığınızın misliyle inansalar fakat o vakti o zaman hidayet olmuş olarlar. Deməli, olmalısan İbrahim oğullarından, olmalısan Hanif İbrahim milletinden olanlardan, İbrahim'in dininin ardınca gidenlerden. Çünkü bunu Allah söylüyor, biz söylemirik. Bu söz bizim içerimizden hansısa alimin, hansısa Allah'ın bir bəndəsinin, seçilmişinin sözü değil. Bu hatta Allah'ın seçip qıldığı Allah Resulünün sözü değil, öz nəfsindən gələn. Allah'ın nəbilərinin sözləri değil, öz nəfslərindən gələn. Çünkü Allah'ın Resulları da nəbiləri, seçilmişləri yalnız Allah'ın dediğini söylüyor. Bu söz Allah'ın sözüdür, hak sözüdür. Bunda şək şübhə yoktur. Deməli bizim inanan olmağımız için bizler gərəkdir ki hani İbrahim milletine tabi. O zaman biz hidayet olmuşlardan olalım. O zaman mümkündür ki biz nicata çatanlardan, nicat tapanlardan olalım. Mümkündür. Mümkündür, Allah bize rəhm etsin, bağışlasın. Ve Allah buyurur, eğer onları üç çevirseler, dönsələr, həqiqətən onlar şaqqalanma, şəqavət, yani parçalanma içərisindədirlər. İxtilafdadırlar. Bəli, ixtilafdadırlar ki Allah'ın dinini şaqqalayıblar, bölüblər. Təriqətlərə, məzhəblərə. Bugün bize karşı irad tutan, bizi beğenmeyen, bizi ələ salan, bizi məsxərə edən, bizi böhtan, iftira deyən, bize təhqir edən kəslər özlerine baksınlar. Baksınlar Allah məqamından, Allah dərəcəsindən özlerini görsünlər ki, Allah onlardan bu əməlindən, bu fəaliyyətlərindən razıdırmı? Allah onları bu əməllərinə görə savaba, yani xeyirli bir savaba çatdırar mı? Allah buyurur ki, Allah sana onlardan kifayet eder. Yani bugün biz İbrahim oğullarına Allah kifayet. Biz daima bunu söylüyoruz. Çünkü bizim vekilimiz, bizim arkamız daima söylüyoruz ki o vahid olan Allah'tır. O her bir şeye kudreti yeten, her bir şey üzerinde kadir olan Allah'tır. Çünkü Allah, o Allah'tır ki daima bizi görür. Daima bizi eşidir. Daima bizim bütün ettiğimiz əməllərdən, bize karşı olunan əməllərdən alimdir, agahdır. Yani o eşiden Allah'a, o bilen Allah'a tevekkül etmek. O eşiden, bilen, gören Allah'tan yardım dilemek lazımdır. Yani hakiki inanan, hakiki hidayet olunmuş kəs bu əməlləri, bu fəaliyyəti yerinə yetirməlidir. Bilməlidir ki, Allah daima onunladır. Allah daima onu öz nəzarətində saxlayır. Ona görə də hidayətdə, doğru yolda elmi, hikməti yalnız o Allah'tan ummalıdır, gözləməlidir. Çünkü Allah bəndəsinə kifayətdir. Bəli, bu günləri bizə Allah kifayətdir. Allah biz İbrahim oğullarını hiçbir dini savadımız, iman nedir, kitap nedir bilmediğimiz, hak nedir, batıl nedir bilmediğimiz, Allah'ın Kur'an'dan hiçbir ilmimiz olmayan bir halda bizleri yoktan bize o ilim verdi, Kur'an ilmi verdi. Biz ki Allah yoktan yaradır, bəli bizi de yoktan
Allah ortalığa vücuda getirdi. Öz dini için. Bizleri öz dini için seçti. Bizlere bu grubundan ilmini ata ederek bu insanları kabul etmemeye vaat eden, insanlar için yani bir mucize olan, insanların ağlına sığmayan bir şekilde bu Kur'an'dan açılışlar verdi bize. Bizlere həqiqi Kur'an ayetlerini yaşamağı bu zamanada, bu devirde Allah'ın bu ayetleriyle yol tutup yetmeyi nasip etti. Ona göre de Allah'a sonsuz şükürler olsun. Allah bizlere o Furkan'ı vermekle, yani hak ile batıla fark koyan bu Kur'an'ı nasip etmekle bizleri seçti, ucalttı ve insanları da bu ucalığa, bu seçime davet edir Allah bizim dilimizle, öz izniyle. Allah'ın da isteği bütün insanların bu ucalığa çatması, insanların Allah'ın ipinden, Allah'ın Kur'an'ından möhkem yapışıp o ihtilaflara, o şakkalanmaya, o şakavete, parçalanmaya son koyup Allah'a yüz döndürmekten, Allah'tan itaatsizlikten, yani itaatsizliğe son koyup Allah'a itaate, Allah'a boyun eğmeye davet edir. Yalnız Allah'a tevekkül etmeye, Allah'ın öz bendesine kifayet eden olmasına inanıp o inananın öz bendesine, öz Rabbine, öz Allah'ına tevekkül etmesine, o Allah'ına daima teşekkürde, minnettarlıkta hayatını, yaşayışını geçirmesini Allah dileyir bendesinden. Allah gözlüyür bendesinden, öz bendesinden. Yani Allah için farkı yoktur. Allah her bir bendesini sevir. Allah her bir bendesini şerefli, ihtiramlı, möhterem yaradır. Ne kadar şükredirse o bende, Allah onun şükrüne razıdır. Bizim küfrümüzden, bizim günahımızdan, şirkimizden Allah'ın gazabı var. Allah'ın azabı gelir. Ona göre de daima çalışmalıyız ki Allah bize nimetini ata ettikçe bizler daha da şükrümüzü, ona olan minnettarlığımızı artırarak ki Allah da bize öz nimetini daha da artırsın. Öz nimetini artık etsin. Bizler bunun sayesinde belki rehm olunanlardan, belki Allah'ın salih kullarından, salih bendelerinden, Allah'ın nimet verdiği bendelerinden olur. İnşallah Allah'ın izniyle bugün bana verilen vaxt tamam olur. İstəyirəm ki 137. ayə ilə bugünkü qiraəti tamamlayam. Sonsuz Allah'a şükürlər olsun. Yani bugünkü ayələr elə gözəl düzülüb Allah'ımız tərəfindən, bizi yaradan tərəfindən elə gözəl, yani açılışlar var ki bu ayelerde günlerle belki de danışsam bunu kurtarmak olmaz. Yani doğrudur insanın yüreği, yani istersen bu vaxtda geniş danışasan, etraflı danışasan, ancak şüphesiz ki zaman ki, vaxt ki var tamamlanır. İnşallah gelen tilavatda, qiraətdə Allah'ın izniyle devam ederiz. Bugün ise 137. ayə ilə Bəqərə surəsinin 137. ayəsiyle tamamlayıram. İnşallah sabahtan devam ederiz 138. ayədən Allah'ın izniyle. Uca ve hikmetli olan Allah doğru buyurur. Rabbimiz cezalandırma bizi eğer undarsa yaxud hata edərsə. Rabbimiz yükleme üzerimize ağırlığı, ne kadar yükledin üzerine o keslerin ki bizden kabul var edilir. Rabbimiz yüklem bize ne ki taqatimiz yoktur ona.
Affet bizden, bağışla bizim için, rahmet bize. Sen bizim Mevlamızsan, yardım et bize üzerinde kafir görme. Rabbimiz kalplerimizin eğilmeyine imkan verme, ondan sonra hidayet edip sen bizi bəxş bizim için öz yanından rahmet, həqiqətən sen Vahhabsan. Rabbimiz bəxş et bizim için özlərimizdən, zürriyyətimizdən gözümüzün ışığı olanı, et bizi müttəqilər için imamlar. Rabbimiz et bizi sana teslim olan ve zürriyetimizden sana teslim olan ümmet ve görək biz askiliğimizi ve tövbe et bize, üzerimize. Bizim həqiqətən sen təvvabsan, rahimsən. Rabbimiz artır üzerimize sabır ve sabit et kademlerimizi ve yardım et bize üzerinde kafir görme. Rabbimiz həqiqətən biz eşittik, davet edenin imana çağrışına, iman getirin Rabbinize ve biz iman getirdik. Rabbimiz bağışla günahlarımızı bizim için ve temizle bizi pisliklerimizden. Ve vefat bağışla bize doğru olanlarla birlikte. Rabbimize hata et bize ne ki vaat etmiştin bize Resulların vasıtasıyla. Ve rüsvay etme bizi kıyamet gününde. Hakikaten sen verdiğine hilaf çıkmazsın. Rabbimize et bizi ve zürriyetimizi islahat için ayağa kalkın. Rabbimiz isteğimizi kabul et. Rabbimiz hakikaten bize nazil edeceğin hayra muhtacız. Rabbimiz bəxş et bize hikmet bizi salihlerle birleştir. Ve et bizi ahırdakiler arasında doğru dil ve et bizi neyim cennetlerinin varislerinde. Ve rüsvay etme bizi kalkma gününde. O gün yoktur menfaati mal devletin ve oğulların. Ancak kim ki gelerse Allah'a tarafı salim derler. Rabbimiz öğret bize şükredek senin nimetten az ki nimet verdin bize ve bizim valideynlerimize. Ondan ötük emellerimizi ıslah edek hansı ki sen ondan razı olasın. Ve dahil et bizi öz rahmetine salih bendelerin içerisinde olan oldu. Rabbimiz sana tevekkül edik, sana taraf döndük, sana tarafdır kaydır. Paktır, müqəddəsdir, sayılandır Rabbimiz, izzet sahibi olan Rabbimiz neden ki vasfedirler. Ve salam üzerinde müfsellerin ve hamdallah içindir. Rabbidir alemleri. Bir daha Allah'ımdan sizin için sülh, emnamanlık, rahmet, bereket dileyirəm. Dilerim ki daima hem özüm hem sizler Allah'la olaq, Allah'ın dostlarından, Allah'ın seçilmişlerinden olaq, Allah'ın daima nimetini yad edenlerden olaq ki Allah bizlerden razı kalsın. Allah bizlerin ahiretimizi hayırlı etsin. İnşallah sabah görüşene kadar.